Salam, axşamınız xeyir olsun. MTV Azərbaycan efirində sənin seçimin canlı olaraq yayımdadır. Bugün onkoloji xəstəliklərdən danışacağıq. Yoğun bağırsağın şişi önü və ümumiyyətlə xərçəngi ilə bağlı. Təbii ki, bununla bağlı studiyamıza çox dəyərli və hörmətli qonaq dəvət etmişəm. İlk olaraq onu sizə təqdim edim. Azərbaycan Tibb Universitetinin Cərrahi kafedrasının professoru, ali dərəcəli onkoloq, cərrah, əməkdar həkim və tibb elmləri doktoru, professor Əlikram Məmmədov. Professor, xoş gəldiniz. Çox sağ olun, Öncəliklə minnətdaram. dəvətimizi qəbul etdiyiniz üçün bu çox ciddi bir mövzu ilə bağlı bugün danışığa razılıq verdiyiniz üçün öncəliklə sizə dərin minnətdarlığımı bildirirəm. Sağ olun. Mövzumuz günün çox aktual və çox geniş yayılmaqda olan, can alan xəstəliyi olan onkoloji xəstəlikdən danışırıq. Ümumiyyətlə, bugünkü efrimizə qədər bizdə onkoloq iştirak etməyib və bu xəstəlik ilk dəfədir ki, toxunuruq. Əslində, sayının çox az olmağını istəyərdik insanlar arasında və bunu daşıyan, bu xəstəliyə yoluxan insanların sayının ümumiyyətlə olmağını istəməzdik. Amma nə edək ki, artıq yaşayış və gedişat bizi buna bəzən də düçar edir. Ümumiyyətlə, onkoloji xəstəliyin ümumi haqqında məlumat istəyirəm. İlk olaraq efiri onunla başlayaq. Onkoloji xəstəliklər anlayışı özündə nəyi ehtiva edir? Əslində, mən bildiyimə görə bədən hüceyrələrinin anormal bölünüb, çoxalması nəticəsində meydana gələn bir xəstəlikdir. Biz sizdən eşidək ümumiyyətlə bu haqda qısaca bir məlumat, ümumi bir məlumat. Buyurun. Böyük məmnuniyyətlə. Hülya xanım, sizə və sizin əməkdaşlara bəri başdan öz minnətdarlığımı bildirirəm. Təşəkkür edirəm. Can sağlığı, işlərinizə müvəffəqiyyətlər arzu edirəm. İkinci də icazə verirsiniz, o sadaladığınız titullar ki var, əməkdar həkim, nə bilim mən, cərrah, professor, nə. Bəli. Əlbəttə, bunları bu səviyyəyə yetişmək üçün mənim taleyimdə və ümumiyyətlə bütün insanların taleyində birinci ata-ana böyük rol oynayır. Ata-ananın göstərdiyi yol böyük rol oynayır. İkinci, mənim gözəl müəllimlərim olub. Ölənlərinə Allah rəhmət eləsin. Qalanlara Allah can sağlığı versin. Bəli. Bilirsiniz, müəllim sözünü deməkdən utanmaq, çəkinmək lazımdır. Müəllim öyrədir. Mənim əlimə iynə, sap verən müəllimlərim var. Bıçaq verən müəllimlərim var. Həyatda mənə yol göstərən müəllimlərim var. Yenə də deyirəm, Allah onların ölənlərinə rəhmət eləsin, Amin. Qalanlarına can sağlığı versin. İcazə verin, bunu ilə başlayaq. Bəli. Qaldı ki, şişlər. Düzdür, bizim cəmaət belə deyək, qorxur ki, filan kəsdə şiş var, filan kəsdə şiş var. Yəni, bu şiş varsa deməli, mütləq ölüm var. Bu tamamilə bir səhv fikirdir. Səhv fikirdir. Birinci, şişlər özü ümumi götürsün, iki qrupa bölünür. Bir qrup xoş xassəli şişlərdir, ikinci qrup bəd xassəli şişlərdir. İndi niyə xoş xassəli, bəd xassəli deyərək bunlar bölünür? Xoş xassəli şişlərin bir xüsusiyyəti var ki, istənilən ölçüyə qədər böyüyə bilər. Lakin o müəyyən bir kapsula daxilində böyüyür. Müəyyən bir pərdə daxilində böyüyür. Və metastaz vermə xüsusiyyəti yoxdur. Aha. Onun qorxulu tərəfi nədir? Qorxulu tərəfi odur ki, yəni vaxtında onları da götürmək lazımdır. Götürmərsənsə, hüceyrənin pozulması gedə, bölünmə prosesində pozulma gedə bilər və xərçəngə çevrilə bilər. Amma xoş xassəli şiş, bəlkə də siz gündə görürsünüz, avtobuslarda, yolda görürsən ki, boynunun ardında elə başı boyda bir şiş var. O lipoma deyirlər buna, yəni pi toxumasıdır. Aydındır. Onun fəsadı nədir? Onurğanı sıxır, baş ağrıları verir, sinirləri sıxır, amma yayılmır. Metastaz rolu oynamır. Bədxassəli şişlər o deməkdir ki, bədxassəli şişlər yarandığı ilk gündən ətraf toxumalara sirayət edir. Keçir ətraf toxumalara. Sonra yarandığı gündən bölünüb, inkişaf etdikcə bölünür və o bala hüceyrələr düşür qana
limfa sisteminə və onunla da yayılır bütün orqanizmə. Harda ilişir qalır, loru dildə desək, orada da inkişaf edir. Ona da deyirlər metastaz. İndi mən bir slayda da göstərəcəm axırda. Misal üçün, harda adətən yerləşir, harda adətən daha çox rast gəlir? Sümüklərdə, qaraciyərdə. Bütün orqanlarda ümumiyyətlə hərəkət. Beyində əsas rast gələn yerlər bunlardır. Niyə? Çünki burada kapilyarlar xırdadır, damar mənfəzi xırdadır. Həmin o hüceyrənin orada ilişib qalmaq şansı daha çoxdur. Ona görə də o nahiyələrdə daha tez-tez metastazlara rast gəlinir. İndi metastaz nədir? Yəni mən bilirsiniz, bu tələbə auditoriyası deyil. Ona görə də mən misallarla bunu çalışacağım. Bəli, hər kəsin anlaya biləcəyi dildə danışaq. Misal üçün, bir dənə su arxıdır. Onun üstündə bir dənə buğda əkirik. O buğda böyüyür, boyatır, sümbülləyib sonra tökülür. Töküləndə hara tökülür? Arxın suyuna. O su da hara gedirsə, ilişdiyi yerdə həmin o buğda dənələri orada göyərməyə başlayır. Metastaz bu deməkdir. Burada da arx rolun damarlar oynayır. Buğda rolunda şişi birinci özəy oynayır. Mən bunu belə izah edərdim. Ümumiyyətlə, ədəbiyyatda da belədir. Bəli, biz sizdən normal hüceyrələrin əslində necə olur ki, xərçəngə çevrilir sualının cavabını istəyəcəm. Amma bizə məlumat verirlər, telefon xəttinə tamaşaçımız var. Biz eşidək tamaşaçımızı, professor. Sonra suallarımız çoxdur, danışılacaq əslində mövzular çoxdur. Mən çox danışıram. Xoşdur, sizin əslində hər danışdığınız bizim əslində bilgi bazamızı, daha da depomuzu zənginləşdirəcək məlumatlardır. Eşidək tamaşaçımızı, axşamınız xeyir olsun. Buyurun. Mən doktora bir sual vermək istəyirəm. Doktoru da salamlayıram. Məndə son zamanlarda mədə-bağırsaqda problem yaranıb, refleksdə. İndi də üzr istəyirəm, qarın elə bir ki, şişir, köp əlamətləri. Yəni, bu nə ilə əlaqəli ola bilər? Düzdür, necə müayinə elətdirə bilərəm? Yəni, bağırsaqla problemdir, yoxsa bağırsağın mı problemidir? Yəni, doktor, siz əvvəldə reklamda gördüm, mədə-bağırsaqla olacaq suallar. Yəni, onunla bağlı müraciət elədim mən. Mədə bağırsağında ciddi problem var, ağrılar var və yəni qarnında köpdür, mədə bağırsağında şişdir və qarnında da köpdür. Ümumiyyətlə bununla bağlı nə edəcəyini soruşur. Bilirsiniz, qarnında şiş deyəndə köpü yarın hər halda nəzərdə tutur da, qarnında köp var. Bizi tamaşaçımız əgər telefon xəttini dəstəyə asmayıbsa... Şiş var biraz, tamam başqa. Yox, xanım, şiş yoxdur. Prosta refleks yaradıb məndə. Udqunma problemi olur. Bir də son zamanlar qarında şişkinlikdə, dəhşət dərəcədə yəni nəfəs ala bilməmək. Yəni onu necə yoxlada bilərəm? Mədə bağırsağında şiş yoxdur, çox üzr istəyirəm. Sadəcə qarında şişlik var. Ümumiyyətlə nəfəs almaqda çətinlik yaşayır. Məyər ola bilsin ki, köp falandır. Yəni bununla bağlı soruşur. Qızım, mən indi o barədə geniş məlumat verəcəm, xanım. Geniş məlumat verəcəm, amma qısa deyim ki, aydın məsələdir ki, mədə bağırsaqda narahatçılıq varsa, mütləq yoxlanmaq lazımdır. Yoxlanmaq lazımdır. Ya rentgen müayinəsindən keçmək lazımdır. Bu gün ancaq müasir endoskopik diaqnostika metodları var. Yəni, mədəni gastroskopiya eləyirlər, yoğun bağırsağı kolonoskopiya eləyirlər. Həkim gözlə baxır və qiymətləndirir, orada nə var. Qaldı ki, köpün çox səbəbləri ola bilər. Misal üçün, mədə-altı vəzin yaxşı işləməz, o da verə bilər. Öd kisədə daş ola bilər, o da verə bilər. Yəni, səbəblər çoxdur. Amma birinci o mədə-bağırsaq sistemini yoxlamaq lazımdır. Ultrasəs müayinəsindən keçmək lazımdır. Ondan sonra da nə tapılacaqsa ona uyğun müalicə aparmaq lazımdır. Başqa nə deyim? Doktor, normal hüceyrələrin necə olur ki, xərçəngə çevrilir? Bu xərçəng bəlasını necə olur ki, biz bədənimizə kənardan çox rahatlıqla qəbul edə bilirik? Bu bizdən asılı olan səbəblərdəndirmi? Bizdən asılı olmayan
birbaşa bizə təsir edən, təbii ki, bunun da bir neçə səbəbləri ola bilər, yaranma səbəbləri, bu etiologiyasına bağlı biz az sonra danışacağıq. Ümumiyyətlə, bu normal hüceyrənin xərçəngə çevrilmə gedişatı necə gedir bu proses? Bilirsiniz, bu elm inkişaf elədikcə, ümumiyyətlə bunu əvvəlcə də icazə verin deyim, xərçəng sözü hardan əmələ gəlir? Bunun adı niyə xərçəng adlanır? Niyə adı xərçəkdir? Bunun adı, misal üçün, hörümçək deyil. Ona görə ki, Aralıq dənizində hələ bizim eradan əvvəl Hipokrat deyib bunu. Hipokrat deyib. Hipokrat deyib, süd vəzsinin şişləri olub. O şişlər gözlə görüləndə, böyüyüb gözlə görüləndə, dərinin üzərində damarlar özünü göstərib. O damarlar da özünü nəyə göstərir? Oxşayıb xərçəng ayağına. Görüntü olaraq xərçəngə. Xərçəngə. Ona görə də Hipokrat dövründən bunun adı xərçəng deyilə gəlir. İkinci bir versiya var. Aralıq dənizində insanlar bilirsiniz, balıqçılıqla məşğul olub və o balıqçılıqla məşğul olan insanlarda ayağında, mənim bədənində şişlər əmələ gəlib. Onu da məsələn əlaqələndiriblər ki, suda olan xərçəng dişləyib, sağalmaz yara əmələ gəlir. Xərçəng adı oradan əmələ gəlir. Qaldı ki, sonra elm inkişaf elədikcə, mikroskop çıxdıqca sübut olunub ki, misal üçün, xərçəng, belə deyək də, orqanizmdə həmişə mütəmadi olaraq hüceyrələr bölünür, artır. Yenilər köhnələrlə əvəz olunur, amma balans şəklində. Balans şəklində. Bunun da bölünüb artmasını nizamlayan hüceyrənin tərkibində olan nüvələrdir. O nüvələr genlərdir, nüvəsində olan genlərdir. O genlərdə müəyyən dəyişiklik olanda hüceyrənin bölünüb artma mexanizmi pozulur. İndi niyə o mexanizm pozulur? Niyə o gen? Bu, haradasa 30-40% hallarda genetik olaraq, irsi olaraq bu genlər pozulur. İrsi olaraq. Görürsən, babada var, hökmdar oğulda olsun, qızda olsun. Nəvəsində var, nəticəsində var. Yəni, genlə keçir. Bir də xarici faktorların böyük təsir olur. Onun nəticəsində keçir. Bayaq dediyimiz kimi, elə xəstəliklər var ki, mən bayaq dedim, misal üçün lipomalar və yaxud xoşqa, onları vaxtında müalicə eləmədikdə, orada əmələ gələn hüceyrələr atipik olur. O genlər pozulur orada, atipik olur və nəticə etibarilə onların sonra bölünüb artması normal hüceyrəyə nisbətən daha sürətli olur. Ona görə də baxırsan, normal hüceyrə, normal inkişaf edib də, misal üçün, əl, ayaq, barmaq, hamısı. Amma şiş az bir zamanda gözün göstərir ki, burada şiş var. O nədənlə tez-tez bölünür, artır. Yəni, immun sisteminə, mərkəzi sinir sisteminə tabi olmayan bir prosesdir. Hətta belə bir şey var ədəbiyyatda ki, niyə bu ilkin dövrdə özünü göstərmir? Ona da belə izah olunur, eksperimentlər qoyulur. Belə izah olunur ki, şiş yarandığı gündən, yəni belə deyək, tez bir vaxtda ətraf toxumalarda olan sinir uclarını ifliz eləyir. Sinir uclarını ifliz eləyir və mərkəzi beyinə ağrı simptomu getmir. Amma böyüdükcə, böyük sinirlərə cəlb elədikcə, onda ağrı simptomu gedir, onda xəstə bilir ki, bunda nə var? Fikrim çatdı. Bəli. Etiologiyası ilə bağlı, doktor, istəyirəm bu onkoloji xəstəliklə etiologiyası ilə bağlı danışaq. Burada əslində bir neçə faktorlar göstərilir. Qeyri-düzgün qidalanmamaqdır, passiv həyatdır. Burada genetik biz faktorlardan danışdıq. Genetik meyillilik də rol oynayır.
alkoqol asıllığıdır, siqaret çəkilməsidir, narkotik asıllıqdır, daha çox risk faktorlarıdır və eyni zamanda depressiyanın və stressin olması göstəricidir. Bu genetik faktora bir balaca bir toxunuş etmək istəyirəm. Sonra əsas olaraq depressiya və stres üzərində dayanmaq istəyirəm. Genetik meylliliyin göstəricisi mütləqdirmi ki, genetik olaraq gende varsa mütləq mən də övladı və nəvəsi olaraq bunun daşıyıcısıyam ehtimalıdır. Yoxsa əslində bu olmamaq ehtimalını daha da azaldır. Əslində burada necədir? Yəni ata və anada olanlar hər zaman övladlarda bir tədirginlik var. Hətta müəyyən orqanlarda belə onun keçirilməsində insanda bir psixoloji takıntı yaşanır ki, sadəcə o anı və o ili gözləyirmiş kimi hər gün qorxu, xofu və mütləq məndə olacaq anlayışı var. Bu mütləq anlayış nə dərəcədə realdır? Bilirsiniz, mən bir yaxda qeyd elədim, haradasa 30%, ədəbiyyat 40%-ə yazır, 30%-ə yazır ki, bu xəstəliklərin, onkoloji xəstəliklərin irsi faktor olur. İrsi faktor. Qalan 70-80% hallarda bu xarici mühitin təsirindəndir. Bir yaxşı sadaladığınız o sigaretidir, qidadır, bunların üstündə dayanar. Qaldı ki, bilirsiniz, bir onkoloji xəstələr deyirək. Mən misal üçün nəsil tanıyıram ki, 50 yaşından yuxarı keçən olmayıb. Hamısı ürək patologiyasından ölüb. Mən nəsil tanıyıram ki, cavan vaxtına qədər hamısında apendektomi olur. Apendisit çıxıb. Yəni bu da irsidir hər halda. Yəni irsidir. Amma o demək deyir ki, onkoloji xəstələrdə bu 30% olmalıdır mütləq. Olmalıdır mütləq. Məsələ nədəndir? Məsələ ondadır ki, əgər mənim irsiyyətimdə bu xəstəlik varsa, mən özümü, məndən sonrakıları başa salmalıyam ki, vaxtında müayinədən keçsin. Olmaq şansı var. Amma o demək deyir, olacaq. Mütləq heç nə yoxdur. Olmaq şansı var, yoxlamaq. Bir xərçəkdə deyir, indi mən göstərəcəm burada. Qeyri-spesifik xoralı kolit var. Lazımdır. Göstərəcəm burada. Polip, polipoz var. Bunlar nəsillikcən olur. Xoş xassəli prosesdir. O biri xoradır. Amma ailəvi diffuz polipoz. Adı da belə gedir ədəbiyyatda. Xoş xassəli xəstəlikdir. Yəni, bir vaxt dediyim kimi, hökm deyir ki, atada varsa, anada varsa mütləq övladdır. Hə, nəsildə ola bilər. Sonraki nəsildə ola bilər, təkrarlana bilər. O başı pozulmuş geyin, belə deyək, nəsildən nəsilə ötürülə bilər, amma mütləq deyil. Bəli, mütləq deyil. Bir də bu onkoloji xəstəlikdə 3 etap üzərində funksional gedişatı göstərilir. Doktor, erkən xərçəng, yerli yayılmış xərçəng və metastaz verilmiş xərçəng. Bu erkən xərçəngin cərrahi müdaxilə ilə götürdükdə artıq onun sonradan nəyəsə yenidən fəsad vermə ehtimalı demək olar ki, qalmır. İkincidə qalma ehtimalı çoxdur. Artıq üçüncü bilirik ki, bu metastaz veribsə bu sondur, deyilmi? Niyə bu xərçənglə bağlı xəstəliklərdə cərrahi müdaxilədən bu qədər çox qorxuruq, doktor? Niyə düşüncə var ki, cərrahi müdaxilə olduğu zaman durum daha da dəyişəcək, daha da kəskinləşəcək və bəlkə də metastaz olunmayan zaman gedişatımız birbaşa metastaza yönələcək. Bu düşüncə hardan, belə deyək də, artıq bizim bu təfəkkürümüzə qədər hopub? O bizim həkimlərin ehtiyatsız davranışından, həkimlərin ehtiyatsız, belə deyək, çox əfsus var. Bu gün elə həkim var ki, deyir, xərçəngə bıçaq vurmaq olmaz. Buna ancaq deyərsən əfsuslar da, başqa nə deyərlər? Amma vurulmadığı zaman olacaq gedişatı. Əfsaslıq deyərsən, xərçəngə bıçaq vurmaq. Xərçəngə bıçaq vurmaq olmaz, bilirsiniz, yenə Hipokrata gedir. Bizim millət Hipokrat yaxşıdır. Hipokrata gedir. Hipokrat dövründə Hipokrat və ondan sonraki dünya şöhrətli alimlər deyiblər ki, çöldə olan, yəni xaricdə olan şişləri cərrahi üsuldan kəsib atmaq lazımdır, mümkündür və lazımdır. Və sonra da onun spirtlə, maddələrlə yerində yandırıblar. Aydındır. Amma
həmin o Hipokrat və yaxud sonraki alimlər, o dövrün alimləri daxili orqanların şişlərinə cərrahi metodla təsir eləməyə məsləhət görməyiblər. Çünki belə də yazır ki, onun yaşama ömrünü qısalda bilər, nəinki uzalda bilər. Məsləhət görmür. Bu Hipokrat dövrüdür. Amma sonradan ki, o şiş hüceyrələri, bayaq dedik, necə meydana çıxır, hansı toxumadan meydana çıxır, hansı hüceyrədir, qrup hüceyrədən meydana çıxır. Bunlar hamısı aydınlaşdırılır. Bu günlərin ultrasəs müayinəsi var, maqnit tomoqrafiyası var, kompüter tomoqrafiyası var. Yəni, diaqnostik metodlar o qədərdir ki, hələ mən demirəm o genetik nöqteyi nəzərdən, yəni laborator nöqteyi nəzərdən, adi diaqnostika. Bunlar hamısı inkişaf eləyib. İndi, tutalım ki, 30-cu illər, keçən əsrin 20-ci illəri, nə bu illər, bunlar heç biri olmadığına görə, mən cərrah, qarın boşluğunu açıb görmüşəm ki, məsələn, mədədə xərçək var, və qarın içi dolu metastazdır. Su da var, metastaz da var, nə də var. Orada cərrah heç nə eləyə bilmir, bugün də heç nə eləyə bilmirsən. Necə açıb elə də tikir. Və bu xəstələr ölür sonra. Onsuz öləsiydi. Onun adını yıxırlar hara, cərrahi bıçaq dəydi, xəstə öldü. Ha, elə şey yoxdur. Elə şey yoxdur. Cərrahi bıçaq dəydi, xəstə öldü. Birinci bu günlərim, sən bilirsən ki, burada 4-cü mərhələdir, yayılmış mərhələdir, qarnında su var, o qarnı açmağın heç bir mənası yoxdur. Bəli, onu cərrahi masasına oturmazda belə artıq heç bir səbəb yox idi. Yox, bunu bilirsən. Bunu bilə-bilə təzədən gedib onu açmaq, o, mən nə deyim, biraz nəfsi saxlamamaq kimi bir şeydir. Fikrim çatırsa. Çox təəssüf olsun. Qaldı ki, şişin inkişafı, şişin özünün, bilirsiniz, meyvənin sortları olan kimi, növləri olan kimi. Şişin də növləri var. Bəli. Bunu yenə mən sizə, yəni belə də el dilində başa salım. Nar. Var şirin nar, var gülöşə nar, elədin mi? Var cır nar. Ən qiymətli və dəyərli olan gülöşə nar, bəli. İndi şirin nara su verməsin, kətdə böyümüşük da hamı. Şirin nara su verməsin, 1 ildən, 2 ildən sonra quruyub gedəsidir. Gülöşə nar da eləncik. Cır narı görürsən ki, asfaltın üstündə bitib. Kəsirsən yenə güvərir, kəsirsən yerə güvərir. İndi mən bunu nə ilə müqayisə edirəm? Şişin normal inkişaf elədiyi toxumu ilə onlar arasında olan münasibətə, diferensiyasiyasına, oxşarlığına görə. Elə şiş var ki, şirin nardır. Onu kəsib götürsün, daxildə metastaz qalmayıbsa, onun sonradan gövərmə şansı, inkişaf şansı yoxdur. Bəli, təhlükə sovuşdur. Gülöşə nar, bura da ola bilər, orada da ola bilər. Onda da nə edirsən? Kimyəvi, şua müalicələrini apar. Cır nar, metastaz verir. Bilirsən ki, nə qədər geniş kəsib götürsün, yerindən güvərəcək və yaxud ardıca metastaz verəcək. Ona görə də aşağı, ona deyirlər birinciyə yuxarı diferensiyasiyalı xərçəng, ikinci gülöşə nara orta diferensiyasiyalı xərçəng, üçüncüyə deyirlər aşağı diferensiyasiyalı və yaxud diferensiya olunmayan şişlər. Və biz görsək ki, bizdə xəstədə diferensiya olunmayan və yaxud aşağı diferensiyasiyalı xərçəng var, gözlə görülən, aparatura görən heç bir metastaz yoxdur. Onu nə qədər radikal kəsib götürsən də, mütləq kimyəvi dərman aparmalısan, müalicəsini aparmalısan. Yəni, şua müalicəsini aparmalısan ki, yerindən əmələ gəlməsin. Bəli, əslində köklü surətdə müalicə, bəli, köklü formada müalicə əslində lazımdır. Reklam fasiləsinə ayrılırıq. Reklam fasiləsindən sonra yenidən müzakirəmiz davam edəcək. Xatırladam ki, bugün onkoloji xəstəliklərdən danışırıq. Qonağımız isə Professor Əlikram Məmmədovdur. Reklamlar.
reklam fasiləmiz bitdi. Müzakirəmiz yenidən davam edir. Xatırladaq ki, bugün onkoloji xəstəliklərdən danışırıq və yoğun bağırsağın əslində şiş xəstəliklərindən danışacağıq. Qonağımız isə professor Əlikram Məmmədov. Professor, biz bayaq etiologiyasından danışanda burada əsas toxunuş bir məqam var. Depressiyanın və stressin də bunu yaratmasına aparan bir yoldan keçdiyi eşidildi. Ümumiyyətlə, depressiya və stres bir neçə xəstəliklərin yaranmasında böyük bir rol oynasa da, amma onkoloji xəstəliklərdə nə kimi gedişatı var? Bəzən bu xəstəliyi qorxu ilə, təşviş və həyəcanla da bağlayırlar. Həddindən artıq özünə qapanma və fikir etmək, belə deyək də, artıq özündən yadlaşma, təcrid olunma, elə depressiya fonunda. Ümumiyyətlə, bu stres və depressiyanın yaranma ehtimalının nə qədər faiz göstəricisindən özündə göstərir və necə olur ki, depressiya fonunda onkoloji xəstəlik yaranır? Bilirsiniz, depressiya və yaxud stres, əsas adı stres. Stres fonunda bir onkoloji xəstəliklər deyil. Şəkərli diabetlər var. Həmin çox xəstəliklər var ki, stres fonunda yaranır. Onkoloji xəstəliklərin yaranma səbəblərindən biri də bir nəzəriyyə kimi qəbul olunmuş stres xəstəlikləri. Yəni, orqanizmdə elə bir stres vəziyyətə düşür ki, orada sinir sistemində əmələ gələn pozğunluqlar, gətirir çıxardır maddələr mübadiləsinin pozğunluğuna, o pozğunluqları gətirir çıxardır hüceyrə və bayaq dediyimiz kimi hüceyrə nüvəsində olan dəyişikliklərə və gətirir çıxardır onu. Stres vaxtı mən bunu tələbələrə də deyirəm. Məsəl üçün, mənim şəxsən müşahidəmdə olan bir işi deyim. Bu, Qarabağ məsələsi vardı, Ermənistandan gələn qaçqınlar vardı. Bax, o dövrdə xərçəng xəstəliyi, yəni bizə gələn xəstələrin sayı indiki ilə nisbətdə qat-qat çox idi. Nə idi səbəb? Mənim fikrimcə həmin o stres, keçirdiyi stres nəticəsində əmələ gəlmişdi. Amma indi bir şey var da, bir gün əsəbləşdim, stres oldu, məndə xərçəng olacaq, o da demək olmaz. Bəli. Qaldı xərçəngin əmələ gəlməyində çoxsaylı səbəblər var. Çoxsaylı səbəblər var. Məsəl üçün, çoxsaylı nəzəriyyələr də var, səbəblər də var. Yəni, hər səbəbə görə bir nəzəriyyə qurulub, nəqarib neyinib. Bu, o demək deyir ki, əgər məndə bir stres varsa, yaxud mən bu günlərim, nə bilim, mən əsəbləşdimsə, məndə xərçəng əmələ gələcək. Amma digər faktorlar da var. Qida faktoru böyük rol oynayır. Həyat tərzi faktoru böyük rol oynayır. Pasif həyat. Yəni, oturaq həyat olan xəstələrdə stres, belə üzr istəyirəm, xərçəng əmələ gəlmə ehtimalı çoxdur. Piylənmə olan xəstələrdə çoxdur. Sonra zərərli adətləri olan xəstələrdə çoxdur. Bunlar hamısı maddələr mübadiləsinə təsir edir. Nəticə etibarlı bayaq dediyim kimi gəlir düz hüceyrənin nüvəsi hesab. Genlərə qədər gəlir, çıxır. Aydındır. Yəni, səbəb çoxdur. Amma demək, birdən belə sual verir. Xərçəngin müalicəsi nə vaxt tapılacaq? Hər halda tapılacaq. Amma, misal üçün, adi sarılığın. Bilirsən ki, burada bu infeksiyadır, Botkin xəstəliyi deyirlər. Bu infeksiyadır, ona uyğun da müalicə aparsan sağarır. Qrip, bilirsən ki, bu virusdur, buna uyğun müalicəni aparsan apar. Onkoloji xəstələrdə şişin əmələ gəlmə səbəbləri çoxdur. Və bunlar ola bilər tək biri təsir eləsin, ola bilər də kompleks halda təşkil eləsin. Qida. Mədə xərçənginin, mədə xərçəng. Mədə xərçənginin misal çəkirəm. Yoxlanması üçün xərçənginin etioloji faktorlarından biri kimi Moskvada onkoloji mərkəzdə, o vaxt mən də orada idim. Onkoloji mərkəzdə professor elmi tədqiqat iş aparır. Neyinir? Moskva vilayəti, bilirsiniz ki, Azərbaycan boyda bir vilayət. Bir rayonunda xərçəng, mədə xərçəngi çox rast gəlir, digər rayonunda yox və yaxud az. Başlayır bunların məişət və qida faktoruna baxmaq, qida faktoruna. O, Rus kətlərində belə bir adət var. O, qaba, skvarotkaya bir 100 qram salanı atırlar, orada qızardırlar, kartofu, nə bilim nəyə qızardırlar. Sonra onu yumadan qalır. İkinci dəfə yenə qızardırlar, dəfələrlə qızardırlar. Həmin bu alim və onun qruppası həmin o skvarotkanın içindən
qazıntı götürüb. Qazıntı götürüb. Və məlum olub ki, o yağın yanması nəticəsində əmələ gələn, ona deyirlər kanserogen maddələr. Kanserogen maddələr olduqca çoxdur və nəticə etibarilə həmin rayonda mədə xərçəngi daha çoxdur. Səbəbə baxdınız. Ümumiyyətlə bu kanserogen maddələrin təsiri. Kanserogen maddələrin təsiri hələ 1800 neçənci ildə İngilis alimi Pot tərəfindən harda deyilib. Qabaqlar bilirsiniz də, indi qaz zad yox idi, sobalar vardı və bu sobaların, boruların təmizləyənlər vardı. O soba boruların təmizləyənlərin, üzr istəyirəm, yəni Xaya nahiyəsində, Budun yuxarı hissəsində yaralar əmələ gəlib. Sağalmayan yaralar, bir sürü də tərləyir, qalır, yapışır. Və məlum olub ki, həmin o his, sobanı təmizləyəndə, o tərləyən nahiyələrdə orada yığılır, qalır və nəticə etibarilə sağalmayan yaralar əmələ gəlir. Bugün də ona deyirlər, demək ki, ətraf mühitin təsiri nəticəsində, səbəblər çox genişdir. Telefon xəttində tamaşaçımızı qoşa bilmədik, amma yəqin ki, dəstəyi azdır. Biz danışarkən də kəsmək biraz etik olmadığına görə səbirsizlik olsun. Yenidən çalışarsa bağlantı qoşular. Bacardığımız cavabı verir. Bəli, doktor, təbii ki, burada mədə, amma bir məsələ də var ki, biz uzun illər öncəsində müəyyən bir yaş həddi üzərindən bu xəstəliklərə düçar olan insanları daha çox görürdüksə, indi artıq bu xəstəliyin ömrü cavanlaşıb. Çox az yaşlı, artıq bizim uşaqlarımızda da bunlar müşahidə olunur. Bayaq dediyiniz, tamam, tamaşaçımız geri dönüş etdi, biz onu eşidək, professor, sonra yenidən onun sualını alacağım. Elə dediyiniz qida məhsullarındandır, uşaqların əslində biz onları geri çəkə bilmədiyimiz asıllıq yaratdığı qidalardır ki, bunların da yaranması əsas göstəricidir. Eşidək sizi, axşamınız xeyir olsun, buyurun. Salam, axşamınız xeyir. Həkimizə salamlayıram. Axşamınız xeyir. Mənim sualım həkimədir. Mənim bacım elə bilən ki, 39 yaşı var, o xərçə xəstəliyindən əziyyət çəkirdi. Daha bir 2 aydır bilmişdik. Onu burada onkoloji xəstəxanaya getdik. Həkim əməliyyat eləmək istədi. Açdı, gördü ki, metastat virusda yayılıb, onu əməliyyat eləyə bilmədi. Haranın xərçəngi, hansı orqanın xərçəngi idi? Mədə. Mədənin çıxış borusu tutulmuşdu. Mədə. Yayılıb deyəndə, indi yayılıbsa... Açdılar, həkim baxdı. İstənilən Həkim adı çəkmək olar, yoxsa? Ola bilsin ki, yayılmanın da şey var da, mən sizə deyim. Görürsən, yerli yayılmış forması olur. Yapışır mədə-altı vəzə, digər orqanlara, qaraciyərə, oradan onu qopardıb, ayırıb, kəsib götürmək olmur. Bir. İkinci, elə yayılır ki, digər orqanlarda metastaz olur. Metastaz olanda və yaxud birinci halda kimyəvi dərman müalicəsi müəyyən qədər kömək eləyir mədə xərçəngində. Əgər qarnında su varsa, uzidə, heç orada kimyəvi dərman müalicəsində eləmək məsləhət deyil. Ancaq indi ağrı kəsicilər, nə bilim mən, ürəkdirək vermək lazımdır. Allah nə qədər ömür verib elə yaşasın. Təşəkkür edirik. Allah şəfa versin. Ağır cavabdır, amma olan cavabdır. Bəzən də bu xəstəliklərdən çox zaman istədiyimiz nəticəni, bəzən də gecikmişdir. Doktor, bunu biz erkən dönəmlərdə hər zaman gəlsəydiniz, müalicə olunsaydı, çox gözəl təsiri olardı deyirik. Amma bu bizdə bəzən tipik gedir axı, bizdə bir ağrı verilmir, gizlin gedir. Bəs bunu biz müşahidə etməyimizdir. Bir doğru düzgün simptomlar da yoxdur ki, insan desin ki, bunlar əsasında tamam, mən onkoloji xəstəliyə doğru gedirəm. Yəni, gedişat məni ona aparır. Yoxsa bəlkə bilmədiyimiz bir simptomlar varmı? Birinci, sizə onu deyim ki, Ülviyə xanım, dünyanın hər yerində, bu gün də şükür Allah bizdə səhiyyəmiz yaxşı vəziyyət, yəni inkişaf eləyib, yəni texniki cəhətdən, bəli, müasir texnologiyalar, müasir texniki avadanlarımız var. Dünyanın hər yerində belə məsləhət görünür ki, 50 yaşından yuxarı hər bir insan check-up deyilən, yəni yoxlamadan keçməlidir. O nəyə deyilir? Yəni, orqanizmdə olan hər hansı bir dəyişikliyi vaxtında tapmaq.
vaxtında tapıb müalicə eləmək. Birinci bax bunu təşkil eləmək. Təşkil olunub, amma insanlarımız gedib yoxlanmalıdır. Amma bəzən də check-up müayinələr də onkoloji müayinələr daxil edilmir. Onu sırf ayrı bir müayinə kimi təqdim olunur. Bilirsiniz necə, siz onkoloji xəstə kimi getmirik axı biz ora. Biz gedirik check-up müalicəyə. Baxır qaraciyərimizdə nə var, qaraciyərin funksiyası təsadüfi aşkarlanan xəstəlik. Ağciyərlərdə nə var, nə. Yəni o qədər olur ki, təsadüfi tapılır. Yəni gedir bir xəstəlik üzrə, cavab gəlir başqa xəstəlik. Bəli. Bir onkologiyada deyil bu. Məsəl üçün epigastral nahiyədə belə mədə nahiyəsində möhkəm ağrılar ola bilər. Möhkəm ağrılar. Amma mədə bağırsaq sisteminin çoxluğu heç nə tapırsan, adi kardioqram eləyəndə görürsən bu ürəkdə olan prosesdə ağrını verir ora. Bunu tapırsan. Bəli. Yəni check-up budur. Təsadüfi müayinə. Yox, mən bilsəm ki, məndə onkoloji xəstə var, gedirəm check-up elətdirəndə bilirsən, get müalicə ol da, check-uplıq nə var? Fikrim çatır. Biz bu xəstəliklərin erkən yeniyetmə yaşlı uşaqlarımızdan aşkarlanması niyə bu qədər sürətlənib sualının cavabını istəyəcəm. Professor, sizdən reklam fasiləsinə ayrılırıq. Qısa reklam fasiləsindən sonra yenidən buradayıq. Reklam fasiləmiz bitdi. Yenidən müzakirəmiz davam edir. Xatırladaq ki, bugün onkoloji xəstəliklərdən danışırıq. Qonağımız isə dəyərli professorumuz Əlikram Məmmədovdur. Doktor, mən reklam öncəsi də soruşdum. Bu xəstəliyin gənc övladlarımızın arasında çox geniş vüsət alması, nədən bu qədər geniş sürətli inkişaf gedir? Bunun kökündə nə dayanır? Bəzən valideynlərdə artıq səbəbini araşdırmağa çalışarkən artıq insan özünü, gündəlik həyat tərzini o qədər bədminləşmiş bir həyata çeviririk ki, nə baş verdiyinin fərqində deyilik, necə kömək edək, çarəni harada tapaq suallarına cavabsız qalırıq. Ümumiyyətlə, səbəb olaraq bir neçə faktor göstərildi. Bəziləri bunun müəyyən energetik içkilər vasitəsilə olmasını, müəyyən artıq indi qidalarda ki, siz bayaq vurğuladınız ki, artıq istifadəsi müntəzəm aparılan bu yağlarda qızartmalar, hansı ki, bizim övladlarımızı oradan geri çəkmək mümkün deyil. Sağlam olmayan pasiv həyata bağladıldı. Bu telefon asılılığı sosial şəbəkədən olan şüalarla bağlanıldı. Bu haqda istəyirəm bir professor yanaşmasını eşidək. Ümumiyyətlə, bunun kökündə nə dayanır? Necə övladlarımızı buradan, ümumiyyətlə, bu burulğandan xilas edək, əgər edə biliriksə? Söz bugünkü cəmiyyətdə bir Azərbaycanda deyil. Bugünkü cəmiyyətdə ən ağır problemlərdən biri bax budur. Birinci, ana sütü. Bax, indi bu sualı qoyum, keçin başqa bir misal gətirim sizə mən. Misal üçün, inkişaf eləmiş ölkələrdə, yəni maddi cəhətdən inkişaf eləmiş ölkələrdə süt vəzinin xərçəngi daha çox rast gəlir. Amma inkişaf eləməmiş, şəhər əhalisinə baxanda, kənd əhalisində süt vəzinin xərçəngi az rast gəlir. Niyə? Birinci, vaxtında belə deyək də uşaq dünyaya gətirir. İkinci, gətirdiyi uşağı əmizdirir, süt verir. O sütdə onun immuniteti də normallaşır. Bax, o bütün genetik proseslərdə də iştirak edir o süt. Yəni, normal uşaq dünyaya gəlir və normal uşaq da inkişaf edir. Bizdə indi necə olub? Anadan oldu, bilmirəm nə səbəbdən, sütü var, yoxdur, mütləq keçirlər suyunu qidalanmaya. Bəli, çox suyunu qidalanmanın tərkibin bir Allah bilir, bir də onu düzəldən adam. Onun tərkibini bilmək olmur. Uşaqlar görürsünüz ki, 6 aylıq uşaqdır, nə bilim, 20 kilo gəlir, 15 kilo gəlir, kökəlir, piylənir, neynir, orqanizmdə pozulur. Qaldı ki, bu içkilər, o, belə deyə də, mənim ən ağırlı yerimdir. Misal üçün, Coca-Cola'nı, bu günlərim əgər təmizləyici maddə yoxdursa, kanalizasiya tökürsən, tutulmuş kanalizasiyanı açır. İstifadə edirlər ondan. İndi bilmirəm, siz o eşitməmişsiniz, istifadə edirlər. İndi təsəvvür edin, həmin o Coca-Cola'nı tökürsən mədiyə. Selili qışa nədir? Sigaret qabığından da nazik bir qışadır. O gör orada onu nə günə qoyur?
Hökmdür ki, o dəqiqə xərçəng əmələ gəlsin. Zamanla. Qastrit əmələ gəlir, xora əmələ gəlir, sonra o xora xərçəngə çevrilir və yaxud hökmdür ki, mədə bağırsaqda olsun. Qaraciyərdə dəyişiklik verir, sirroz verir, xəstə sirrozdan ölür. Yəni qida. İndi bir şey var. Mən başa düşə bilmirəm. Bu kola və yaxud ona uyğun içkilər, bunları qoyub. Azərbaycanda meyvə qədər ucuz heç bir şey yoxdur. Niyə meyvə sokundan istifadə olunmur? Niyə kompotlardan istifadə olunmur? Uşaqsın, böyüksün, fərqi yoxdur. Səbəb budur. Qaldı ki, cavanlaşmaq, aydın məsələdir ki, uşaqlarda bax, bu qida faktoru böyük rol oynayır. Xarici mühit çox böyük fərq oynayır. Bəli, çox təəssüflər olsun ki, bəzən özümüzə... İndi bu nə deyəsən, indi get qastronoma hamısı tərkibi məlum olmayan şeylər, düzdür, tərkibin yazırlar. Professor, onların tərkibində həmin övladlarımıza da asıllıq yaradacaq xüsusi bir maddələr qatqısı var ki, bu danılmazdır ki, onlardan artıq başqa hansısa bir içkinin istifadəsini qəbul etmirlər. Tamaşaçımız telefon xəttindən ayrılmayıbsa, eşidək sizi. Axşamınız xeyir olsun. Buyurun. Xeyir, axşamınız xeyir. Doktorumuzu salamlayıram. Qurban olun, mən Nərimanov rayonunda qalıram. 67 yaşım var. Mən 10 dəfə olar, 12 dəfə bəlkə də mən analiz vermişəm qaraciyarım üçün. Birində deyiblər ki, C var, birində deyiblər yoxdur. Birində deyiblər var, birində deyiblər yox. Bax, bu 10 dənəni sonalaya bilərəm. Axırda bir dəfə də getdim medikal mərkəzi klinikaya. Orada analiz verdim, 10 gün gözlədim, əkdilər. Orada dedilər yoxdur. Sonra bir başqa yerə getdim, yenə verdim, əkdilər, dedilər C var. İndi çox xahiş edirəm doktorumuzdan, mən neyniyə bilərəm? Qurban olun. Mən əvvəlin eşitmədim, ona görə biraz çətinlik çəkirəm. Zəhmət olmasa bir təkrarla onun əvvəl nə dedirsiniz? Deməli, doktor qurban olun, mən Nərimanov rayonunda qalıram, 67 yaşım var. Mən saya bilərəm bir 10-12 dəfə mən analizlər vermişəm qaraciyarım üçün. Birində dedilər C var, ikinci dəfə verdim, bir aydan sonra dedilər yoxdur. Üçüncü ayı verdim, dedilər var. Sizdə nə aşkarlanıb? Hepatit C-dən danışırsınız, qaraciyərinizdən? C-dir. Sonra axırda mərkəzi klinikaya getdim, orada verdim, 10 gün əkdilər, 10 gündə əkmək dedilər. 10 gündən sonra getdim, dedilər yoxdur. Sonra bir başqa yerə getdim, orada da 10 gün əkdilər, dedilər var. İndi qurban olun, mən neyniyə bilərəm? Mən nəyə inanım və neyniyim? Sizi nə rahat edir bu qədər laboratoriya gəzirsiniz? Yəni bəzilərində... Məni narahat eləyən, mən infeksiyonla xəstə oldum. Xəstəliyin adı çıxdı, yadımdan çıxdı nə xəstəliyi idi. Hepatit C də eşitdim mən, hepatit C. İndi bugünkü günü birinci müalicə olunur. İkinci, sizi nə rahat edir ki, bu qədər həkimə gedib gəlirsiniz? Məndə ürək bulanma var idi. Bir də eşidirəm ki, deyirsiniz ki, ümumiyyətlə də deyirlər tez-tez yoxlanışa, zəiflik hiss elədim, qızdırmam oldu. Bax, ona görə getdim hepatitə görə, qaraciyara görə. O oldu 15 il deyirsiniz. 15 il qabaq da. 15 il yox, 15 dəfə vermişəm analiz. 15 kərə analiz verib, laborator analizlərində. Bəzi yerlərdə bunun kafi... Qızdırma nə vaxt olub, qızdırma? Qızdırmam olub, indi yoxdur qızdırmam. Qızdırmam həmən o günü də, bir il bundan qabaq. Da yoxdur, lap yaxşı da, sakitləşin, oturun öydə, pəriz üzü saxlayın, qaraciyəri güzə salmayın. Yağlı yemin, qızartmanı biraz az yeyin, yumurtanın sarısını yemin. Professor tam təsbitini almaq istəyir ki, yəni məndə bu varmı, yoxmu? Bunun analizlərinin cavabı əgər... O ancaq laboratoriyalarda. Yenə mərkəzi xəstəxanaya bir də təkrarı müalicə eləyin ki, siz deyirsiniz yoxdur, burada deyirlər var, bir də yoxlu. Başqa mən nə deyə bilərəm ki? Tamam, növbəti... Allah şəfa versin. Bəli, Allah şəfa versin. Əslində, o psixoloji bir takıntı da ola bilər. Növbəti tamaşaçımızı eşidək. Axşamınız xeyir olsun. Laborator əslində nəticələr, diaqnozlar çox önəmlidir, professor. Amma bir kərə gedilən yerdə var, bir kərə də yox deyəndə insan özü də nə edəcəyini bəzən bilmir. Aydındır, aydın. Mən başa Axşamınız xeyir olsun. Buyurun, eşidək sizi. Alo, axşamınız xeyir olsun. Buyurun. Həkimizi ilə salamlayıram. Sizi Şamaxı rayonundan zəng eləmişəm, Hasil bəydir. Aleyküm salam. Həkimə bir sualım var. Mən üzr istəyirəm, qaynanam hardasa bir 3-4 ay bundan qabaq
biraz ciyarında problem oldu. Bunu apardıq biz Mərkəzi Neftçilər Xəstəxanasına. Bir müddət orada yatdı. Dedilər ki, bəs bunda Exnaqurd var. Neyse, təzədən bir Exnaqurda görə yenə yatdı. Bu sefer dediler ki onkolojide bunu aparın kate elətdirir. Biz bunu apardık kate elətdirdik. Katenin cevabından birinci çıktı ki onkolojidir. Təzədən yenə dediler ki yok Exnaqurddur. Neyse bir müddət müalicə olundu. Bu Exnaqurd ömür billah müalicəyə giden bir şeydir da. Bu yəqin ki həkim bizdən yaxşı bilər. İndi götü getdi evə. Bunda nəfəsində təndişimi olur, sifətlərində də şiş olur. Biz yenə də şübhələndik ki, ola bilsin yenə də bunda onkoloji ola bilər da. Sualınız müavir professor, qaraciyərlə bağlı qaynanasında müayinə əsasında Ağciyərlə, əstəğfurullah, ağciyər. ağciyər üzr istəyirəm. Ağciyərində Bəli, bəli. onkologiyada harda yatdı? Sonra şöbədə yatmışdı. Onkolojiyada Respublikanskinin yanında orada yatmadı. Getdi orada kate olundu. Ha. Katenin de cevabı birinci çıktı ki onkolojidir. Bu sefer biz həkimlə danışdıq ki, doktor, bəs sən dedin axı ki, Exnaqurddur. Dedi ki, yox, Exnaqurdu müalicə elədim, çıxdı getdi. Bu Exnaqurdun müalicəyə həyatı boyu getməz. Bunun gərək mərdəsinə... Bircə dəqiqə. Müalicəsini harda elədin onun? Onkolojini, kateni... Kate yox, müalicə elədi deyirsən. Harda müalicə? Müalicəni Qara evdə, Neftçilər Xəstəxanasında da Ağciyər İnstitutunda, Vərəm dispanserində. Ağciyərin üstü 4 Neftçilər Xəstəxanası. Mənim sizə məsləhətim bu olar. Siz gəlin onkoloji mərkəzə. Orada onun ciyərlərin bir kate yox. İndi bir dəqiqə bronkoskopiya deyilən şey var, müayinə metodu var. Ona baxsınlar, orada da çox savadlı mütəxəssislər var. Baxsınlar, oradan analiz götürməlidirlər. Analizdə xərçəng təsdiq olursa, onkoloji mərkəzdə onu müalicə eləyirlər. Kimyəvi dərman müalicəsi, əgər cərrahiyyədən gecdirsə, heç. Ondan sonra ya kimyəvi müalicəsi və yaxud şua terapiyası, onkoloji və institut bugünləri, mərkəz. Dünyada olan bütün avadanlıqlar və müalicə aparılan müalicələr dünya səviyyəsindədir. Siz o neftçilər ora-bura gedib gəzmiyor. Mənim sizə məsləhətim budur. İndi televizordan başqa nə deyə bilərəm mən sizə? Allah şəfa versin. Allah şəfa versin. Doktor, baxın, bu müəyyən bir xəstəliyin fonunda da yaranmış xərçəng ola bilərmi? Xərçəng ölü xəstəlikləri deyilən bir xəstəlik var. Var. Bu hansısı xəstəliklərin fonunda yaranır? Onda o faktorlar, sən bilirsən ki, siqaret çəkmir, Şamaxı belə bir sənaye rayonu deyil. Amma olanda olur da. Bir xəstəliyin yanlış müayinəsi nəticəsində yanlış gedən müalicə xərçəngə getmə ehtimalını göstərirmi? Bax, bir vaxt dediyim kimi, o xərçəng yönü xəstəliklər var. Onları vaxtında müalicə eləməz. Tam sağaltmasın, xərçəngə çevrilə bilər. Bilər. Tamam, növbətə tamaşaçımızı eşidək. Axşamınız xeyir olsun. Buyurun. Axşamınız xeyir xanım, axşamınız xeyir. Axşamınız xeyir. Buyurun. Alo. Salam. Mən Şabrandan zəng eləyirəm. Doktor, professor, axşamınız xeyir olsun. Axşamın xeyir, axşamınız xeyir. Paşa da aydı, silah rahat elə. Buyur. Doktor, Allah sizə can sağlığı versin. Sağ ol. Mən də bu yaşa çatmışam, 64 yaşa. Belə geniş izahatı heç yerdə eşitməmişdim. Allah sizə ömür versin. Sizin izahatınız müəyyən xəstələrin sağalmasına bilavasitə kömək eləyəcək. Mənim sualım ancaq sizə can sağlığıdır. Sizin kimi həkimlərə bizim ehtiyacımız var. Sizə Allah can sağlığı versin. Çox sağ ol, minnətdaram. Çox sağ ol. Təşəkkür edirik. Təşəkkür. Tamaşaçı məmnuniyyəti. Əslində bu xəstəliyin açıqlanmasını deyir, bu qədər eşitməmişdik. Bəzən biz terminlərlə təbii ki, efirdə bizə gələn doktorlar da terminlərlə danışır. Çünki zaten bütün gün elə işimiz terminlərin içərisindən keçir. Amma tamaşaçıların başa düşəcəyi dildə
adi və bəsit dildə danışmaq özü də bir peşəkarlıq tələb edir. Ona görə də bunun üçün də sizə təşəkkür düşür ki, insanlar əslində, çünki bizi izləyənlər təbii ki, bu terminləri bilməməkdə, yəni bu normal gedişatdır. Anlaya biləcəyi dildə danışaq ki, kimlərəsə bir toxunacaq, bir karımız olsun. Professor, bugün təbii ki, o qədər geniş bir mövzudur ki, burada saatlar danışsaq da belə məlumatı yerində tam... Biz qoyduğumuz mövzuya hələ gəlib çatmamış. Bəli, biz ümumi məlumat danışdıq. Əsas ikinci təbii yanaşmamız yoğun bağırsaq xərçəngidir ki, bu haqda danışacağıq. İstəyirəm elə ora giriş eləyək. Artıq müəyyən qədər, bəli, yoğun bağırsaq xərçənginin, bəli, artıq görüntülərimiz, professor görüntülər üzərindən danışacaq deyə, mümkünsə görüntülərimiz, yoğun bağırsağın risk faktorlarından danışaq, xərçəngindən, şişlərindən danışaq, inkişaf mərhələsindən danışaq. Danışaq, buyurun, başınız. Danışaq, amma yenə də deyirəm, bu tələbə auditoriyası deyir ki, burada xırdalıqlara, nə bilim mən, hüceyrə səviyyəsinə gedibsə, bu millətimizə məlumat vermək nöqteyi nəzərindəndir. Bəli. Yoğun bağırsaq, mənim indi burada görünür. Yoğun bağırsaq, deməli, haradasa 1 metrə yarım, 1 metrə 60 santı uzunluğundadır. Əgər fikir versəz, sağ tərəfdə, indi burada fırlayıb, sağ tərəfdə aşağıda sallanır. Soxulcana bənzər çıxıntı. Oradan başlayır, yuxarı qalxır, qalxan çəmbər bağırsaq gedir adı. Sonra bax, köndələninə gəlir, olur köndələn çəmbər bağırsaq. Aşağı düşür, olur enən çəmbər bağırsaq. Sonra, bilirsiniz, S hərfinə oxşayan bir vəziyyət alır. Olur S-ə bənzər bağırsaq, sonra olur düz bağırsaq. O yandakı da düz bağırsağın kəsik formasıdır, vermişəm mən ki. Yəni, düz bağırsaqda haradasa 15, 17, 18 insanın boyuna uyğun 15-18 santimetr arasında olur. Bunların şişləri, yəni kolorektal şiş deyirlər. Yəni kolon yoğun bağırsaqdır, rektum düz bağırsaq. Şişlərin də bu statistikası gedəndə adətən elə kolorektal xərçəng, yəni onunla gedir. İndi hər bir bağırsaq deyək, mədə deyək, fərqi yoxdur. Bu həzm sisteminin mədə-bağırsaq sistemi. Daxildən selilik qışa, çox nazik bir selilik qışa ilə örtülü olur. Sonra gəlir seli-altı bir təbəqə. Sonra gəlir əzələ qışası. Görüntülərimizə də gərək yox, doktor bunlarla bağlı danışdı. Əzələ qışası, sonra gəlir seroz qışası. Hansı ki, qarında sərbəst o görünür. Qarında görünür. İndi yoğun bağırsaq nəyə lazımdır insanda? Bəli, funksiyası. Bax, nəyə lazımdır? Birinci bunu bilək. Bəli. Sonra danışaq. Yoğun bağırsaq, bilirsiniz, elə bir funksiyası var ki, Məsəl üçün, insanlar onu qəbul eləyəcəklər. Çünki bu təsdiq olunmuş funksiya. Yoğun bağırsaq, hormonlar ifraz eləyir. Dopamin, serotonin, sonra melatonin. Bunlar nədir? Dopamin, xoşbəxtlik. Serotonin də xoşbəxtlik. Yəni, düzdür, bunların əsas mənbəyi baş beyindədir. Amma yoğun bağırsağında burada müəyyən rolu var. Xoşbəxtlik. İnsanın əhval-ruhiyyəsi olur, yaxşı olur, keyfi kök olur. Yəni, bütün o rus dilində desə, nastroyenisi əl olur. Dopamin normada olanda. Aşağı olanda siz bir vaxt dediğiniz kimi depressiya başlayır. Rolundan biri bu. Çünki bağırsağı da profesör ikinci beyin kimi adlandırılır. Bağırsaq ara. İkinci beyin olarak adlandırılır da. Keçdi. Yuxu melatonin nədir? Yuxu hormonudur. Yuxu hormonu da öz axşamlar qaranlıqda ifraz olunur. Saat 22 ilə, indi eksperimentlər göstərir, saat 5 arasında. Qarandıq otaqda olanda o ifraz olunur. İfraz olunanda qəşəngdə yuxu yatırsan.
Aydındır. Bu gün elə yuxu dərmanı kimi o apteklərdə də satırlar. Amma bu bağırsaqda da ifraz olunur, beyində də ifraz olunur. Bəli. 2. Düzdür, əsas funksiyası bağırsağın nədir? Yəni, yuxarı şöbələrdən qida soğurulur, qalğı qalır. Onun içərisində yuxarıda ifraz olunan fermentlər də olur, öd turşuları da olur. Onlar gəlir, tökülür, yoğun bağırsaq. Mikroblar da olur, gəlir, tökülür, yoğun bağırsaq. Yoğun bağırsaq nə edir? Həmin o maddələri neytrallaşdırır. Maddələri neytrallaşdırır, onların zərərli adiceyin xüsusiyyətini götürür. Mikroblar yoğun bağırsağın tərkibində 3000-dən 15000-ə qədər say hesabı ilə, yəni növ Bəli. mikroblar var. Quru nəcisin hardasa yarısını həmin o mikroblar təşkil edir. O mikroblar normal mikroblardır. Eyni zamanda orqanizmdə patogen mikroblar da var. Yəni xəstəlik törədən mikroblar da olur. O mikroblar, o normal mikroblar, həmin o xəstəlik törədən mikrobların belə deyə də başını gic eləyir. Fəaliyyət eləməyə imkan vermir. Düzdür, öldürmür, amma imkan vermir. İfraz eləyəcəyi o zəhərli maddələri ifraz eləməyə qoymur və nəticə etibarilə süpürüb, təmizləyib atır çölə. Funksiyaları, yəni loru dildə desə görürsünüz, yoğun bağırsaq. Bəli. Belə fikirdə əmələ gəlir ki, güya nə bilim, bunun içində nəcisli başqasına deyil, elə deyil. Bəli, ona görə Su-duz mübadiləsi. Qəbul olunan suyun müəyyən hissəsi yuxarı şöbələrdə soğurulursa, qalan hissəsi yoğun bağırsaqda soğurulur. Ona görə də deyilir ki, misal üçün 60 yaşdan yuxarı insanlar istəmədi günə bir 2 litr su içməlidir. Ki, bu bağırsağın da nizamlasın və ümumi metabolizmi nizamlasın. bəli. Qaldı ki, funksiyalarını dedik, anatomiyasında dedik. Qaldı ki, indi xəstəliklər. Bayaqdan siz bir neçə dəfə xərçəng gölü xəstəliklər deyirsiniz. Hər orqanın özünün xas xərçəng gölü xəstəlikləri var. Misal üçün, ürəyin işemik xəstəsi. Ürəyin işemik xəstəliyi bu hələ infarkt deyil. Bu infarkt önü xəstəlikdir. Əgər infarkt önü xəstəliyi müalicə eləməsə, infarkt ola bilər. Keçirəcək infarkt. Aydındır. Elə də mədə bağırsaq sisteminin xəstəlikləri. Yoğun bağırsağın xəstəliklərində xərçəng önü xəstəliklər islat desin. Xərçəng önü xəstəliklər nədir? Hansılar? Görüntülərimizi verək mümkünsə. Yəni indi burada şəkildə də göstərəcəm. Yəni bizim dinləyicilər üçün, nə bilim, televiziya tamaşaçılar üçün, yox, ondan əvvəlki. Bundan əvvəlki görüntünü mümkünsə verək. Bunu verib evi yoxdur, bunu danışır. Bax, fikir verirsiniz, bağırsağın içində nə qədər xoralar var. Onlar o zil kimilər, hamısı xoradır. Buna deyirlər xoralı kalit. Bilirik ki, biz kalit, hər bir insanda rast gəlir, demək olar ki. O da var kəskin kalit, bir də xroniki kalit. Kəskin kalit belədir də, bir neçə gün ərzində ishal, öymə, qusma, qızdırma bunlar olur. Müalicə olunub gedirsə, qutarır gedir. Əgər müalicə olunmursa vaxtında, yaxud bir gün, 2 gün dərman atır, sonrasını deyir, daha sağaldım, keçir xroniki hala. Bu ümumi bir kalit deyəndə seyirlik şanın iltihabından gedir söhbət. Bax, burada ancaq göstərdiyimiz şəkildə bu yaralardır. Burada artıq kəskinləşmiş. Bu yaralardır, bağırsağın içində yaralardır. Buna deyirlər yoğun bağırsağın qeyri-spesifik xoralı kaliti. Niyə qeyri-spesifik? Yəni, xora olar bir yerdə, 2 yerdə. Burada belədir ki, biri varsa, ikinci əmələ gəl, onunla birləşə, zincirvari bağırsağın daxilini tutur. Və burada da, bilirsiniz də, mənfəzi nəcisdir, elə deyilmi? Nəcisdir. Qızıqlandırıcı faktor var, var. Qəbizlik olan ümumiyyətlə çoxdur. Bu nə verə bilər? Qanaxma verə bilər. İnkişaf eləyib, bağırsaq divarın yaradır da, deşə bilər, peritonit verə bilər.
qanaxma peritorit və əgər onkologiya gəlsək, onkoloji xəstəliyə çevrilə bilər. Yəni xərçəngə çevrilə bilər. Ona görə də bu xəstəliyi diaqnozun qoyun. Yəni ishal var, qızdırma var, uyğun olaraq ishal qəbizlik var, bir-birinci eləyib. Deməli, bağırsaq yaxşı işləmir. Doktor, bu xəstəlik özü bunlar qəbizliyi yaradır, yoxsa qəbizlik fonunda bunlar da yarana bilər? Qəbizlik fonunda da yarana bilər. Qəbizlik fonunda. Adətən bu infeksiyon xəstəliklər var. Dizenteriya olur, keçirdili müalicə almır. Aydındır. Bir düz bağırsaqda çat yaraları var Ola ki, doktor. gəlib çatar. Ola gəlib çatar. Onun da xərçəngə çevrilmə ehtimalının çox yüksək olmasını deyirlər. Sistemli deyirlər. Bizdə zamanımız bəli azalır. Ona görə deyirəm, qısaca olaraq məlumatlarımızı verir. Mən Telefon bağlantılarımızı çox üzrlü sayın, qoşa bilməyəcəyik. Əgər bizi eşidirsə. Gözləyən varsa professor, bayaqdan bizi gözləyir tamaşaçımızı. Mümkünsə icazənizlə onu eşidək. Bəli, eşidək sizi, çünki ardıcıl olaraq danışırıq, tam kəsmək olmur. Bizi eşidirsinizsə, axşamınız xeyir olsun. Buyurun. Axşamınız xeyir, axşamınız xeyir. Doktor da salamlayırıq. Doktor, mən ayın 4-də, bu ayın 4-də böyrəyimdən əməliyyat olmuşam, böyrəyimi götürüblər. Yəni, xərçəng idi də böyrəyimin üstündə. Onu mümkünsə onun şua mı, kimya ehtiyac var ya yoxdur? O asılıdır, onun birinci mərhələsindən hansı mərhələdə götürülüb. İkinci asılıdır o şişin növündən. Mən bir haqda dedim, növləri var. Elə növü var ki, kimya eləməyib gözləmək olar. Amma elə növü var ki, mütləq kimya olmalıdır. O da sizə operasiya edən həkim deməlidir. Bu növün deməlidir ki, mən də sizə cavab verə bilərəm. Yəni, hər halda etməsində bir fayda var. Əlbət ki. Bəli, onun heç bir yan təsiri ola bilməz. İndi ucdan tutmamaya ximiyada elə mənadı yoxdur. Əgər xərçəng diaqnozu qoyulubsa, siz onkoloqla məsləhətləşirsiniz. Növbəti tamaşaçımızı da eşidək, sonra fikirlərimizi tamamlayacağıq. Axşamınız xeyir olsun. Buyurun, bugün çox zənglər var, professor. Redaktorlarımız deyir, amma biz elə ardıcıl olaraq danışırıq, ona görə tam kəsə bilmədik. Tamaşaçılar da sizi görmüşkən öz problemlər, təbii ki, bizə müraciət edənlər də bu xəstəlikdən əziyyət çəkən insanlardır və onların yaxınlarıdır. Ona görə də bir özümüzə borc bilirik ki, onların da suallarını cavablandıraq, çünki nəzərə alaq ki, efirimiz də canlıdır. Buyurun, eşidirsinizsə bizi, eşidək sizi. Axşamınız xeyir olsun. Axşamınız xeyir. Buyurun. Axşamınız xeyir olsun. Mən 2021-ci ildə hastalı qida boru xərçəngindən yeni növ əməliyyat olmuşam. Biraz ucadan televizorun səsini azaldaq mümkünsə. Biz tam sizi... Tamamilə almışam. Aha, biraz ucadan mümkünsə. Qida boru xərçəngindən əməliyyat olmuşam. Qida boru xərçəngindən əməliyyat olmuşam. Hastalı qida boru xərçəngi. Məndə qida borusu çıxarılır, otursansa. Mədəmi də yağsın, çıxardarsın, çıxıblar olğunma. Burada Zafirən Qospitalda əməliyyat olmuşam. İndi 4 ildir mən boğuluram. Mən kimdən xərçəng soruşmaq istedim ki, bu boğulma nədəndir? Hər ildə də milli onkologiyada yoxlamadan keçirəm. Deyirlər ki, onun adəti yoxdur. Ancaq mən 4 ildə əməliyyatdan sonra boğuluram. Qida borusu xərçənginin əməliyyatı. Az yeyirəm də yeyə bilmirəm. Boğulması və qidanı qəbul etmədə çətinlik çəkir. Mən başa düşməm. Boğulma mən belə bilirəm ki, nəfəsin çatmır. Bir də var, yeyirsən, keçmirsə incidir. Hansındandır? Mədənin tan yarısını götürülüb. Bilirəm, o işdir. Yemək keçmir. Bələdə çətinliyi keçmir. Yemək keçmir. Prosto boğuluram mən. Yiyişəm də boğuluram. Bir dənə yatanda rahat yatıram. Öndə qalan vaxtı gündüz boğuluram həmişə. Sən ağziyərləri yoxlar, qardaş. O əməliyyat olunub, qida keçir. Əməliyyatı kim eləyibsə sağ olsun, radikal götürüb. Burada indi nə deyə bilərəm mən? Sən bir ciyərləri yoxlatır. Boğulma ürəkdən də ola bilər, ağziyərlərdən də ola bilər, qan azlığından da ola bilər. Mədə rezeksiyası olunan, götürülən xəstələrdə bala, qan azlığı da olur. Bir qanı yoxlatdır. Olur ki, o dərəcədə qan azlığı olur, bu xəstələrə biz qan vururuq. Qan olmayanda orqanizmdə bu oksigen mübadiləsi pozulur. Boğulma ola bilər. Amma indi konkret bunu yoxlamaq lazım. Allah şəfa versin.
Təşəkkür edirik. Əslində müayinə əməliyyatdan sonra bizlərdə müəyyən bir fəsad olanda hər zaman biz onu əməliyyata bağlayırıq, doktor. Yəni onunla bağlı bir fəsaddır deyə düşünürük. Amma bu başqa bir xəstəliyin fonunda da gedişat ola bilər. Yenə də Allah köməyiniz olsun. Yoxlanmaqda bir fayda var. Telefon xəttinə tamaşaçımız yoxdursa biz davam edəyik. Mən bir üzr istəyirəm. Bax, cavab şeyləyəm. Misal üçün, yoğun bağırsağı deyəndə dedik ki, yoğun bağırsaq hansı hormonlar ifraz eləyir, hansı xüsusiyyəti var, nəyə var. Mədənin də bir xüsusiyyəti qan yaratmaq. Qan yarat. Özə mədənin yuxarı hissəsi götürülübsə, orada o funksiya pozulub. Sən bir qanunu da yoxlatdır. Ola bilsin ki, qanun azdır, o da sənə o boğulmanı verir. Mən indi qəbı bunu deyə bilərəm da başqa nədir. Professor, davam eləyək. Biz bayaq danışdıq yoğun bağırsağın funksiyası və xərçənginə görüntülər mümkünsə efirə gəlsin. Professor, danışaq. Efirimizin bitməsinə 3 dəqiqəmizə yaxın vaxtımız qalıb. Bu? Bəli, nə qədər biz... Bax, bu şəkildə, bunun yanında bir şəkildə var. O da zəhmət olmasa verin. Yox. O birin. O birisi şəkildə. Bundan sonraki şəkli? Yox. Yaxşı, yox, elə bir yaxşın versin. Polip deyilən. Bir yaxşın versin. Əvvəlkinə dönüş edək mümkünsə. Əvvəlkinə. Bundan əvvəl. Ay, sağ ol. Əldə zil. Eşitmişsiniz də var, zil. Daxili orqanlarda, mən bu belə müqayisə elərdim. Onun adı olur polip. Polip. Və bugün o polip bir dənə olanda, 2 dənə, ona deyirlər polip. Görürsən ki, çox saylı olur. Ona deyirlər polipos, çox. Bu günlərin mədə bağırsaq sistemində xərçəng önü xəstəlik kimi qəbul olunan xəstəliklərdən biri də mədə bağırsaq sisteminin polipozudur. Poliplər, bir vaxt dedim ki, ziyir kimi olur. Ziyirdir, adı ziyirdir. Xoş xassəli bir prosesdir. Bax, görürsünüz, o polip bağırsağın mənfəzinə sallanıb, saplağı var. Kök. Qabaqlar aparatura olmayanda mütləq gərək operasiya eləyəydin, bağırsağın için açıydın, onu oradan çıxardıydın. Amma indi şəkildə göründüyü kimi, görürsünüz, aparatla girib, polipin boynuna bir dənə petlə atıb, yandırıb, çıxardıb, qutardı. Bununla da xəstə sağaldı. Üstə gələk, xərçəng önü xəstəlik aradan getdi. Və gələcəkdə xərçəng risk faktoru götürüldü. İndi qaldı bunun ikinci inkişaf forması var. Eləsi var ki, belə sallanır, eləsi var düymə şəkildədir. Onda aparatla onu götürmək olmur. Onda gərək qarın boşluğu açıla, o hissə götürülə. Mən misal üçün həkimlərə də belə məsləhət görürəm həmişə. Bir mən yox, ədəbiyyatda da belədir. Əgər bir dənə polip yemək borusunda tapılıbsa və yaxud düz bağırsaqda tapılıbsa, onunla kifayətlənmə. Sən bugün gedib düz bağırsaqdakı polipi çox rahatçılıqla götürərsən, amma bir neçə aydan sonra yuxarıdakılar özünü göstərir. Ona görə polip diaqnozu qoyulan xəstələrdə ağızdan tutmuş anusa qədər hamısı yoxlanmalıdır. Və bilinməlidir ki, doğrudan da yoxdur. Tam diaqnoz onda artıq yekunlaşır. Keçək xərçəngədə onda. Çox təəssüf olsun ki, artıq bizim vaxtımız yekunlaşdı. Professor, artıq xərçəngə qədər gedişatı danışdıq. Bir dənə o şəkili göstərsinlər, mən o baxmamış deməm. Efir vaxtımız... Axırdan əvvəlcə 2 şəkili göstər bala. Tamam. Tutardı bu? Bəli, efir vaxtımız yekun. Əgər verə biliriksə, mümkünsə onu verək, amma bu saniyələrə bağlı olacaq bir gedişatdır. Qan damarını görürsünüz, arx. O yumrular da hamısı buğda dənələri, metastazlar. Metastaz, bəli. Gəlib harada ilişib qaraciyərdə metastaz. Aydındır? Amma bunun kökü düz bağırsaqdadır. Fikrim çatdı sizə? Düz bağırsağın, xərçəngin metastazı. Xərçəngin müalicəsi var. Hansı mərhələdə başlamağından asılıdır. Birinci mərhələ 90-100%. İkinci mərhələ 80%. Üçüncü mərhələ 60-80%. Dördüncü mərhələ çox az.
Yəni burada 5 illik yaşama müddəti götürülür. 90% birinci mərhələdə 90-100% yaşayır. Vaxtını götürülübsə. Bəli. Cərrahi Sağ olun. müalicəsi. Biz təşəkkür edirik əslində təşəkkür professor bu edirəm, gözəl sağ olun. zamanınızı və Var dəyər olun. vaxtınızı bizimlə bərabər keçirdiyiniz üçün əslində çox geniş bilgili məlumat bizə bu günləri məlumat verdiyiniz üçün çox geniş və ağır göstəriciyə sahiblənən bir xəstəlikdir. Təbii ki, saatlar və günlər yetməz ki, bu haqda danışaq, amma bugün bacardığımız qədər 1 saat yarım ərzində çalışdıq ki, azca da olsa sizi məlumatlandırmağa çalışaq. Bir daha gəldiyiniz üçün dərin təşəkkürümü bildirirəm, professor. Sağ olun, minnətdaram. Həyat da yerdə dayanmır. Mən də çalışdım ki, yəni təcrübədə topladığım materialdan, xalqımdan, elimdən böləcəyim. Bəli. Qaldı mənə zəng eləməyə, telefonum var. Mən mədə-bağırsaq sistemi üzərində işləyən adam, yəni qarın boşluğunda. Bəli. Bunda işləyən adamam. Kimin nə problemi olar, zəng eləyər, başa salaram, zəng eləyər, əlində olan məlumatları atar, telefonu oxuyaram, məsləhətini verərəm. Təşəkkür edirik, professor. Zəng eləyər, lazım gəlsə əməliyyatını eləyərəm. Bəli, biz buna heç də şübhə etmirik. Bugünlük bu qədər. Bugün onkoloji xəstəliklərdən danışdıq. Qonağımız isə professor, ali dərəcəli onkoloq cərrah Əlikram Məmmədov idi. Bugünlük bu qədər. Salamat qalın. Sabah yenidən görüşmək ümidi ilə.